16 yaşlı azərbaycanlı Moskvada ticarət mərkəzlərindən birində mühafizəçini bıçaqlayıb. Bu iddia ilə Rusiyalı hərbi müxbir Oleg Blokhin Telegram kanalında çıxış edib. Məlumata görə hadisə Moskvanın Orexova bulvarında yerləşən ticarət mərkəzində baş verib. Onun sözlərinə görə mühafizəçi Hikmət Həsənovun ictimai yerdə namaz qılmasına icazə verməyib. Buna cavab olaraq sonuncu ona bıçaqla hücum edib. Blokhin azərbaycanlının mühafizəçiyə bir neçə bıçaq xəsarəti yetirdikdən sonra ticarət mərkəzini tərk etdiyini yazıb. O bildirib ki, həmin gün polis əməkdaşları onu tapıb və saxlayıblar. Saxlanma zamanı o müqavimət göstərib və 2 polis əməkdaşına bıçaq xəsarətləri yetirib. Onu da qeyd edək ki, Rusiyanın Telegram kanallarında hadisə ilə bağlı video yayılıb. Təhlükəsizlik kameralarında yeniyetmənin arxadan mühafizəçiyə yaxınlaşdığı, ona əlindəki predmetlə toxunduqdan sonra hadisə yerindən qaçdığı aydın olur. Daha sonra isə mühafizəçi onun arxasınca addımlayır. Amma Hikmət Həsənovun əlindəki vasitənin soyuq silah olub-olmadığı dəqiq görünmür.